Allah Teala səni çağırır ki, gəl. Sənsə gəlmirsən, sözünü baxmırsan. Sənin sözünü baxmasalar, övladım, xoşuna gələr. Salam aleykum şeyx. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Şeyx, namaz haqqında silsilə suallar vermək istəyir. Hansı ki, şərhlərdən toplanan suallardır. Ümumi bir neçə suala çevrilmiş onları. İlk öncə namaz nədir? Elhamdülillah, namaz lüğəvi cəhət var, şəri cəhət var. Lüğəvi cəhətdə namaz təbii ki, fars sözüdür. Ərəbcə as-salədir. As-salə bir neçə məna verir. Dua mənası verir. Dua mənası verir. Məsələn, mənalarından biri dua. Amma şəri mənada isə namaz təkbir, yəni Allah Ekber demək, qiyam, rükû, səcdə və salamla bitən ibadət adlanır. İbadət. Və namaz ibadətin bir növüdür. Və namaz İslamın ərkanlarından biridir. Və namaz qılmaq hər bir müsəlmana vacibdir. Bəzi istisnalar var, kim namaz qılmır. Bunlara toxunmuruq. Namaz yeganə ibadətlərdən biridir ki, Cəbrailsiz fərz olunub. Allah Peyğəmbərimizə sallallahu əleyhi və səlləmə. Meyrajda. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, namaz qılın, necə məni gördünüz qılan. Həmçinin namaz elə bir ibadətdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onu müsəlmanla kafirin arasında fərqi qeyd eləyəndə məhz namazı gətirib, misal kimi. Namazı gətirib, onu göstərən namazın yeri, məqamı dində. Həmçinin qiyamət günü ibadətlərin içində ən birinci namazdan soruşacaqlar. Namaz qıldın yoxsa yox? Və namazı bizə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm öyrədib və ona da Cəbrail. Necə Muvattada gəlir İmam Malikin, Cəbrail gəldi 2 gün 5 vaxt namazı Peyğəmbər sallallahu əleyhi və səlləm qıldı. Yəni Cəbrail gəldi 5 namazı, sübh, zöhr, əsr, məğrib, işa 2 gün. Birinci gün namaz əvvəl vaxtında qıldı. Cəbrail göstərdi ki, bu namazda 5 vaxt əvvəl vaxtı açandı. İkinci gün o 5 vaxt namazı axır vaxtda qıldı. Hər namazın özü axır vaxtında. Və bildirdi ki, axır vaxtları da budur. Və Cəbrail imamlıq eləyirdi, Peyğəmbər sallallahu əleyhi və səlləm ona tabi idi və sahabələr də Peyğəmbər sallallahu əleyhi və səlləm tabi idi. 2 gün ələ namaz qılındı, öyrəndi, vaxt təyin olundu və salam Cəbrail getdi. Ona görə namaz yeganə ibadətlərdən biridir. Məqamı böyükdür Allah yanında. Qıssa bu, namaz barədə, bəli. Növbəti sual odur ki, namaz qılmayan İslamda necə qarşılanır? Namaz qılmayan böyük günah sahibi kimi qarşılanır və həmçinin təhlükədədir o. Qiyamət gününə cavab verəcək. Düz deyəcək, məsələn, işim çox idi, yara bağışla da daha sənin vaxtım yox idi. Hələ söhbət gedmir orada. Yəni, insanlar qəribədir. Onlara nə lazımdır bu dünyada, bərzəxdə, axirətdə? Onu eləmirlər. Nə onlara lazım deyil orada və nə onların əleyhinə ola bilər. Onu əsas eləyirlər. Ona diqqət eləyirlər. Onu yaşayırlar. Bütün ömrünü ona sərf eləyirlər. Hansı ki, onu qoyub gedəcək. Çünki ölən insanı qəbirə aparanda, qəbirstanlığa 3 şey gedir onunla. Əməli, malı, övladı. Onu bastırırlar, ikisi qayıdır. Övladla malı. Əməllə o qalır qəbirdə. Bərzəxdə. Onda başlayır həqiqət. Aydındır? Namaz qılmaq üçün nələr etmək lazımdır? Namaz qılmaq üçün orada qeyri-adi bir şey yoxdur. Namaz qılmaq üçün birinci öyrənmək, düzgün qılmaq, əzbərləmək o sözləri və salam. Sonra bir namaz qılan da göstərsin və salam. Bir vərəqidir, bir səhifədir. Orada çətin bir şey yoxdur. Bəli. Müsəlman
namaz qılmadığı halda dünya və axirətdə nələrlə üzləşə bilər? Tabii ki, dünya həyatında o böyük günah sahibi olacaq. Hələ mən o bir şirəyi toxunmuram ki, bəzi alimlər təkfir edib onu. Təkfir edib, düzdür, təkfir məsələsi ixtilaf olsa da, fəzliyin qəbul edib yoxsa yox. Biz ona varmırıq. Lakin həmçinin özün böyük savabdan məhrum edib, həmçinin ola bilsin cəhənnəmə düşməyə səbəb olsun o. Əbədiyyən və ya müəyyən bir müddətə. Onu o gözləyir. Bəli. İslamın digər əhkam və hökmlərinin arasında niyə məhz namaz bu qədər uca məqama verilir? Çünki namazın fərz olunmağı necə əvvəl qeyd etdik, o birisi ibadətin növlərindən fərqlidir və həmçinin demək olar ki, şəhadətdən sonradır. Kim şəhadəti gətirirsə namaz qılmalıdır. Təsdiqləməlidir onu. Əməllə. Və o səbəbləri bəzilərini toxunduq biz. Bəli. Həmçinin namaz qılmaq istəyib, qıla bilməyən və ya tərk edib, sonra yenidən başlaya bilməyənlərə, buna tənbəllik edənlərə nə məsləhət görürsünüz? Allahdan qorxsunlar. Allahdan qorxsunlar. Çünki elə bil ki, Allah sənə deyib, sən eləmirsənsə, sən onu saymırsan. Saymamazlıq çıxır. Bu da böyük günahlardandır. Adam var, məsələn, meçidin yanında yaşayır, azanı işidir. Lakin gəlmir. Namaz qılmır. Ağır məsələdir. O azan biz nədir mənası? Səni çağırır Allah Taala. Allah Taala səni çağırır ki, gəl. Sənsə gəlmirsən, sözünü baxmırsan. Sənin sözünü baxmasalar, övladın, xoşuna gələr. Yaxşı halda deyil o. Bəli. Həmçinin namaz qılmayanlar qınandığı kimi, hətta namaz qılanlar belə qınanıb şəriətdə, belə bir deyim var. Həmçinin namaz qılanlar öz qıldıqları namazı necə qoruya bilərlər? Yəni, ola bilərmiş olan qıldığı namaz nə vaxtsa puç olsun, yoxsa savabı içsin. Bəli, namaz qılmaq asan da iş deyil. Yəni, necə? Qılmağı özün onu əda eləməyə rahatdır. Lakin ixlasla, Allah qorxusuna və s. o cür qılmaq təbii ki, çətindir. Çünki fikirlər gəlir. Hərdən görsən ki, soruşurlar ki, namazı qılanda cürbəcə fikirlər. Deyirəm, o hamıdadır. Hamıda olur o. O demək deyir ki, məndə fikir gəlmir eşlə. Namaz ona görə ixlasla, Allah qorxusundan tam belə xuşu ilə namaz qılmaq çətindir. Və məhz xuşuya fikir vermək lazım. Allah Taala buyurur, qad əfləhəl müminun. Artıq möminlər nəcat tapdı. Ən birinci vəsf nə deyir Allah Taala? Əlləzinəhum fi salatihim xaşiun. Onlar ki, namazların xuşu ilə qılarlar. Xuşu ilə namaz qılmaq çətindir. Onun üzərində çalışmaq lazımdır. Onun üzərində əməlləri çoxaltmaq lazımdır, yaxşı əməlləri və pis əməllərdən, asilikdən uzaqlaşmaq lazımdır. Çünki asilik çox mani olur. İmanın zəifləməyinə, artmamağına, başqa günahları etməyə səbəb olur. Ona görə. Bəli, Allah Taala deyir, veylun lil musallin. Vay olsun namaz qılanların halına. Burada ələm namaz qılanlar da veyl olur. Veyl cəhənnəmdə bir dərədir. Düzdür, mənaları çoxdur. Amma deyirlər ki, məşhur cəhənnəmdə bir dərədir. Vay olsun namaz qılanların halına. Hansılardır? Kimlər ki, laqeyd yanaşır. Yəni, fikir vermir, hərdən qılır, hərdən yox. Öyrənmir, əhkamların öyrənmir. Təsəvvür edin, bu hələm namaz qılanlara veyl. Və təsəvvür edin, qılmayanlar da vəziyyətdədir. Ona görə Allahdan qorxmaq lazımdır, tələsmək lazımdır. Həyat qıssadır və insan bilmir nə vaxt gedəcək. Sonsa Allah Subhanahu taala buyurur ki: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Yəni Allah'a ibadət edir, hətta yəqinlik gələnəcən. Yəqinlik yəni ölüm. Amma vəqətə daxı gedəcəksən bir gün. Müsəlman kimi ged. Yəni bundan sonra mərhələlər var. Bəli. Şeyx, namaz haqqında suallar çoxdur, lakin ən mühimi əsasları hansı ki, çox verilirdi, onları yığıb sizə vermişdik sualları. Bu qədərdir suallar. Allah sizə bərəkət versin. Elhamdülillah. Allah bizə eşli faydalardan etsin. Esselamu aleykum və rəhmətullah və bərəkət. Selam və rəhmətullah və bərəkət.